15 iyun tarixində Marneüldə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının inteqrasiya mərkəzində ümumi qabiliyyət fənni üzrə sınaq imtahanı təşkil olunub. İmtahanda ümumilikdə 105 abituriyent iştirak edib. Sınaq imtahanı vahid milli imtahanların qəbul qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Gürcüstan Azərbaycanlılarının inteqrasiya mərkəzinin icraçı direktoru Murad Muradovun sözlərinə görə, sınaq imtahanının keçirilməsində əsas məqsəd abituriyentlərin qəbul imtahanına qədər imtahan mühitini yaşamaları və zəif tərəflərini müəyyən edərək onları aradan qaldırmalarına şərait yaratmaqdır. Bugün Gürcüstan Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneül şəhərində Azərbaycan evində 1+4 proqramı ilə universitetə qəbul olacaq abituriyentlər üçün sınaq imtahanı təşkil olundu. Sınaq imtahanı məntiqdəndir. Həm verbal, həm riyazi hissə ümumilikdə 80 sualdan ibarətdir. 40 məntiq və 40 riyaziyyatdan.